Hoş gördük sizler, aziz dinleyenler. 1988 yılın soyuq noyabr günlərində bizlər Meyli şəhərinin Ceyhbaz, Döyük, Marazəmin, Ağdərə, Tuğul və tərəflərinin diş sahibləri əzəli və əbədi olan ata-baba yurtlarımızdan zorla deportasiya olundu. O günlərin soyuq və acı xatirələri hələ də qəlbimizdədir. Amma bu uzun illər boyunca Meyli elinin birliyi ruh sarsılmadı. Ümidimiz, iradəmiz güclü qaldı. Bugünkü tədbirimiz isə həmin acı yurt həsrətinin, həm də birliyimizin, qayıdış iradəmizin simvoludur. İcadlarınızla tədbirin adını təqdim etmək istəyirəm. O gün ayrıldıq, bugün xatırlayırıq və qayıdacaq. 1988-ci ilin soyuq payızının xatirəsini anırıq. Gəlin birgə xatırlayaq, yadda saxlayaq. Gələcəyə olan ümidimizi bir daha təsdiqləyək. Biz o elimizə, o obamıza qayıdacaq. Qeyd etmək istəyirəm ki, bir neçə sakinimiz həmin ərəfədə Nüvədi kəndinə sığındı. Xatırlamaq lazımdır ki, Nüvədi kəndi 1991-ci ilin avqust ayının 8-nədək böyük dirəniş göstərdi. Bu, Mövri elinin mübariz ruhunun və təmpərliyinin əyanı sübutudur. İndi Azərbaycan Respublikasının himni səslənir. Ulu Öndər Heydər Əliyevin vətən uğrunda canını fəda etmiş bütün şəhidlərimizin və Meyli elindən dünyasını dəyişmiş bütün yoldaşlarımızın aziz xatirəsini gəlib bir dəqiqə sükutla yad edir.
Bütün kəndlər nədənsə narahatdır. Erməni quldurları deyir. Bütün kəndlərdə təbliğat aparır, bura bizim torpağımızdır, bura bizim yerimizdir deyirdilər. Demək olar ki, Meyra rayonuna ən yaxın olan Yelbaz kəndində, Böyük kəndində, Marazəmi kəndində, istər Aldərə, istər Nüvədi, istər Ədələ kəndlərində bütün insanlar narahatçılıq keçirirlər. Bütün insanlar özlərinin faiz sorğatını yığıb, hər kəs istiliyini düzəldirdi. Amma həmin gün ermənilər istər məktəbdə, istər klublarda, bura bizim torpağımızdır dedilər və insanları narahat edib, oradan çıxmağa təkid etdilər. Noyabr ayı demək olar ki, milli atributumuz olan bayraq günü var. Noyabr ayında bir gözümüz ağladı, bir gözümüz güldü. Şəhidlərin qanı hesabına alnımızdan ləkə silindi, qələbə günüdür. Amma gəlin unutmayaq ki, bugün noyabr ayı Qərbi Azərbaycanlıların bir ayrılıq günüdür. Bir həsrət günüdür. Həmin gün bütün insanlar evindən, eşiyindən didərgin oldular. Balalarını bağrına basıb Meyriyə dəmir yol vağzalına getdilər. Həmin gün demək olar bütün kəndlərdə ocaqlar qalanmadı. Təndirlər salınmadı. Bütün insanların hər gün yandıracaqları ışıqlar yanmadı. Həmin pəncərələrdən ışıqlar süzülmədi. Sanki bir anlığa bütün kəndlər qara bir vahiməyə bölündür. İnsanlar həyatın bu acınacaqlı, sərt rüzgarına qarşı getdilər. Axı həm də payız ayıdır noyabr ayı, yarpaq dökümü var noyabr ayında. Soyuq idi, sazaq idi. Bu soyuqda insanlar övladlarını açıq vaqonlarda, üstü açıq vaqonlarda üst tutdular Zəngilan rayonuna. Sağ olsun Zəngilan əhlidə özünü isti qucağını açdı. Ailələr var idi ki, 20 dənə ailəni orada yerləşdirdilər. Öz çörəklərindən çörək böldülər, süfrə açdılar. Axı bu insanlar əli yalın, ayağı yalın, başı açıq, eldən obadan bir dənə öz ciyər paralarını, bir də sənədlərini götürüb üst tutmuşdular Zəngilan rayonundan. Amma Zəngilan rayonunun da zəhmətkeşləri heç bilmədilər ki, 5 ildən sonra qonşu Meyri rayonunun başına gələn müsibətlər bunların da başına gələcək. Səhv etmirəmsə elə bugünkü günə həm də Zəngilanın deporta günüdür. Zəngilandan insanları qovdular. Demək olar, mən həmin illərdə burada tələb olmuşam, biz də o çətinlikləri görmüşük. Mən bir şeyi demək istəyirəm ki, hələ Qarbaçov dövründə yenidən qorumanın herhalda çox böyük hesabları oldu. Parçala hükmü sürüb. Şovinist Rus milləti ömrü boyu hələ Çar Rusiyası dövründən Qafqaziyanı özünə yağlı bir tikə kimi seçmişdi. Burada müəyyən bir millətlərin olmağı, bir-birlərinə qarşı olan münasibətlərini daha tez əldə edib, onları vaxtaşırı deportasiya eləməyinin fikrini daha çox ermənilərin əlində saxlamışdı. Dədələrimiz deportasiya olundu. Babalarımız da deportasiya olundu. Axı bu hansı alın yazısıdır ki biz, nəvələr də, nəticələr də bu deportasiyanın acısını çiynlərimizdə çəkdik. Sanki bizlər Qərbi Azərbaycan insanları sanki bir ağır bir yükün çiynlərində daşıdılar, vətən həsrətli çiynlərində. Ramiz Rövşən yazır, İlahi, biz də bəndən yaxı, bizə nə dərd, nə qəm bir. Ölməyə yox ilahi, yaşamağa vətən bir. Biz şükür Allaha, bugün bu gözəl məkanda hamımızın isti ocaqlarımız var, ailələrimiz var. Amma biz ruhən oradayıq, qəlbən oradayıq. Axı bizim orada gəncliyimiz qalır, orada bizim uşaqlıq illərimiz qalır. Orada bizə bugün dərs deyən müəllimlərimizin çoxu sıralarımızda yoxdur, müəllimlərimizin dərsləri qalır. Biz o eldən, obadan gəlmişik. Biz mütləq o ilə, o obaya qayıdacağıq. Bugün yığıldıq, əziz həmvətənlər, xatırlanmaq üçün. Xatırlayırıq. Biz haradasa yenidən dönəcəyik. Mütləq dönəcəyik. Hər bir kəs əzəli və əbədi olan
dədə-baba yurtlarına sahib çıxmalıdır. Bizlər də çıxacağıq. İndi isə söz verilir millət vəkili Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, hörmətli Əziz Ələkbərli müəllim. Buyurun, Əziz müəllim. Hoş gördük, hörmətli Fikirət müəllim, hörmətli yerlilərimiz. Sizin hər birinizi şəxsən öz adına və Qərbi Azərbaycan İcmaslarından salamlayıram. Heç şübhəsiz biz 37 il bundan əvvəl çox acı bir tale yaşadıq. Hamımız eyni taleyin adamlarıyıq. Və bildiyiniz kimi Qərbi Azərbaycanda baş verən həmin hadisələr uzun müddət dünya ictimaiyyətinə çatdırılmadı. Çünki həmin hadisələrdən az müddət sonra bildiyiniz kimi ermənilər Azərbaycana qarşı işğalçılıq müharibəsinə başladı və Qərbi Azərbaycanda baş verən hadisələr bir növ arxa plana keçirildi. Çünki torpaqlarımızın 20% işğal olurdu, Qarabağ və Şərqi Zəngəzur işğal altına düşdü və Qarabağ məsələsi həll olunmayınca Qərbi Azərbaycan məsələsini biz addım-addım qaldırsaq da dünya ictimaiyyətinə çatdırmaq imkanımız olmadı. O vaxtı Qərbi Azərbaycanların birləşdiyi Azərbaycan Qaçqınlar Cəmiyyəti bir şüar irəli sürdü. Bizim Qərbi Azərbaycan uğrunda mübarizəmiz, Qarabağ uğrunda mübarizəmizin tərkib hissəsidir. Və zaman gəldi, biz Müzəffər Ali Başkomandanımızın rəhbərliyi altında övladlarımızın qəhrəmanlığı getdiyi sayəsində və xalqımızın birliyi sayəsində torpaqlarımızı işğaldan azad elədik və Qərbi Azərbaycan məsələsi artıq millətin və dövlətin məsələsinə çevrildi. Bunun üçün bizə bir tarixi şərait yarandı və Cənab Prezident də Qərbi Azərbaycan icmasına 2022-ci il dekabrın 24-də gələrək mübarizəmizin yeni mərhələsinin startını verdi və elan elədi ki, tarixi torpaqlarımıza qayıdış bizim dövlətimizin və millətimizin strateji hədəfidir və orada bizim qayıdışımızın bütün detallarını açıqladı. Çox deyirik və bu həqiqətən də belədir, çünki xalqımızın unutqanlığı haqqında çoxlu söhbətlər var. Doğrudan da son 100 ildə biz demək olar ki, bir-birinin eyni olan, təkrarı olan deportasiyalara, soyqırımlara məruz qalmışıq. Ondan əvvəlki 100 il ərzində də bu cür deportasiyalar, soyqırımlar zaman-zaman davam edib, etnik təmizləmə şəklində torpaqlarımıza yad elli ermənilər gətirilib, yerləşdirilib. Amma son 100 ildə artıq bu açıq şəkildə soydaşlarımıza qarşı, belə deyək, müharibəyə çevrilibdir. 1890-cı ildə Daşnaqçı Partiyası yaranından sonra artıq açıq elan elədilər və artıq silahlı dəstələr yaratmağa başladılar və silah gücünə bu əraziləri Azərbaycanlı əhalidən təmizləmək siyasəti yeridirdi. Mən niyə biraz unutqanlığına bağlı deyirəm? Bir neçə gün bundan qabaq bizim qeyd eləməli olduğumuz bir tarix vardı, 24 noyabr. 24 noyabr bizim sonuncu deportasiyamızın ən qara günlərindən biriydi. Amma heç kəs xatırlamadı hər gün, həmin günü. Həmin günü mən çox vaxt soruşurlar, niyə noyabrın 24-dür? Niyə məhz noyabrın 24-də start verildi Qərbi Azərbaycandan soydaşlarımızın sonuncu mərhələdə dövlət səviyyəsində qovulub çıxarılmağına? Bu tarixi hamımız sizinlə bir yerdə yaşamışıq. Burada orta və yaşlı nəslin nümayəndələri əyləşib. Bir də xatırlatmaq istəyirəm ki, 1988-ci il noyabrın 17-sində artıq xalqın səbr kəsası daşdı və xalq meydanlara atışdı və azadlıq meydanına toplaşdılar və meydan hərəkatı başladı. Ondan bir neçə gün sonra həmin meydanda
Ermənistan İstirahat Sovetinin rəiset heyətinə və İstirahat Sovetinin rəiset heyətinə müraciət oxundu. Bizim görkəmli ziyalılardan çəkmək istəmirəm, həmin müraciət oxundu. Təbii ki, bu haqlı bir müraciət idi. Oradakı yiyəsiz qalmış, sahibsiz qalmış soydaşlarımızın taleyindən, narahatçılıqdan doğan bir müraciət idi. Və həmin müraciətdə Moskvaya və İrəvana və Azərbaycan rəhbərliyindən müraciət olunurdu ki, Qərbi Azərbaycanda acınacaqlı vəziyyətdə qalmış Azərbaycanlıların kompakt şəkildə yaşadığı ərazilərdə onlara muxtariyyət verilsin. Əks təqdirdə Azərbaycandakı ermənilərə verilmiş muxtariyyət ləğv olunsun. Bundan cəmi bir
İki quruluşda Rusiyanın bizlə dostluğunu görürük. Hem Çar Rusiyasını, hem Sovyet Rusiyasını. Birbirini təkrarı adları dəyişir. Yenə 18-ci də bizi arqa tutmuşlar. Üzr ondan sonra deyilər bizə arqa. Allah onları bizə çox görməsin. Mən bütün Merli cəmaatına Maral zamanından başladı, geldi Araz'a kadar. Vallahi hamını tanırdı, bilirdi, münasibətimiz, her şey mehribansılık şəraiti var idi. Başımızda bir müsibət geldi. Ancak bizim vətənimiz oradadır. İnşallah oraya gedəcəyik. Ben hamıya qismət olsun, o yerde, o torpaqda görüşme yapsın. Sağ olun. İndi çıxış üçün söz Leybas kəndində yaşlı sakin Məhmədov Cəbir. O 1988-ci ilin departament hadisələrini canlı şahid edir. Və uzun illər bu xatirələri Hörmətli qonaqlar, mən Gəncəzur mahalının Merli rayonunun Leybas kəndində olmuşam. Ömrümün 33 yılı orada keçirdim. Mən uşaqladım, mən gəncliyim. İndi mən sizə ancaq bu bəzi yazdıqlarına, bəzi şeylər danışmaq istəyirəm. Ancaq Leybas haqqında, Merli haqqında. Sonra mən özüm danışarım sizə. Çünki mən Merli rayonunda mənim kimi bəlkə də çox az adam olar ki, həm erməni kəndləri, həm Azərbaycan kəndləri, həm mən gəzmişəm, həm bilmişəm, işimlə əlaqədar olub bu işlərin hamısı. Ancaq bütün bu deportasiyalara qədər deməli bu belədir. Bunun əsas şeyi bu erməni məsələsi ilə bağlıdır. Bu erməni məsələsi də bu çox qədimlərə gedir. Erməni məsələsi bu qədimliyə getməyi ilə bağlı olaraq ondan sonra bu deportasiyalar olub. 1887-90-cı il, 1905-ci il, 7-ci il, 1917-1920, 48-53, 65-ci illər o soyqırımın 50 ili ilə əlaqədar olaraq olan hadisələr, 1988-90-cı illər, ancaq bizə nəsib olan 1988-90-cı illərdir. İndi ona görə mən biraz demək istəyirəm, bəlkə biraz vaxtınızı alacağam. Bu erməni məsələsi ilə bağlı biraz istəyirəm sizinlə ya söhbət edeyim, ya burada çıxış edeyim. Bəzi adamlar var, elə görsən özündən danışır. Bəzi adamlar da mənim kimi görsən yazır, burada başlayır oxumağa. Bu da insanların bəzi növləri hələ də bir cürədir. Böyük Nizami Gəncəvi deyir ki, tarix qaranlıqlara, səhəri gətirən, toranlıqları işıqlandıran məşəldir. Bunu bizim böyük Nizami Gəncəvi deyir. Bu onunla əlaqədərdir ki, erməni şovinizmin əsas ideyaları 7-ci yüzillikdə mövcud olmuş Yahudi Peyğəmbəri Yezekilin məlumatından qaynaqlanır. Təşkilat əsasları isə 1534-cü ildə Parisdə İqnator Loyal tərəfindən yaradılmış, İslam cəmiyyətinin 15-16-cı əsrdə geniş yayılmış Yezid məktəblərinin prinsiplərindən əks olunur. Milli şovinizmin erməni məkanında dirçəlir. Milli hərəkat xarakteri alması baxımından beynəlxalq vəziyyətdən asılı olaraq dünyanın böyük dövlətlərinin şərq siyasətindəki düyünlər həməhəng səslənir. 1877-1878-ci illərin Rus-Türk müharibəsində Türkiyə məğlub oldu. Balkanlardakı məğlubiyyət Osmanlı İmperiyasına ciddi zərbə olmuşdur. Zəif düşmüş ölkəni parçalamaq, hayküş etmək uğrunda dünyanın ən azı 6 nəhəng dövləti diplomatiya, siyasət, hətta silah gücü ilə vuruşa qalmışdır. Manifələr düyünün bir ildən sonra erməni məsələsi yenidən meydana atıldı. Tarixdən bəllidir ki, erməni məsələsi hələ 12-ci əsrdən Rus-erməni münasibətlərində öz həllini gözləməkdəyir. 19-cu əsrin ikinci yarısında isə zamanın hökmü ilə bu məsələ beynəlxalq status aldı. Böyük dövlətlər Türkiyəni təqətdən salmaq məqsədi ilə
Türkiyədən məskunlaşan əsasən ermənilər isə müstəqillik əldə etmək, Avropanın köməyi ilə Türkiyə torpağında erməni dövləti yaratmaq məqsədi ilə erməni məsələsindən əlverişli silah, təsir gücünə malik siyasət kimi istifadə etməyə başlarlar. Erməni liderləri öz ağırları üzündən çoxdan itirdiklərini bərpa etməyə, Böyük Ermənistan Külliyasını gerçəkliyə çatdırmağa can atırlar. Məsələnin mürəkkəbliyi və gözə görünməyən cəhəti nədə idi? Berlin Konqresinin qərarından islahatların keçirilməsindəki lənçlikdən şikayətlənən millətçi ermənilər dəmir çölçə şüarı altında erməniləri silahlı müharibəyə çağırırdı. Avropa diplomatları məxfi siyasət yerindədir. Bir tərəfdən erməniləri Türkiyə hakimiyyətinə qarşı ədalətə qızışdırır, digər tərəfdən də türkləri də, kürdləri də ermənilərə qarşı qaldırmağa can atırdılar. Başqa bir tərəfdə də Avropa diplomatları ermənilərə belə bir ideyanı təlqin edirdilər ki, mətləbinizdə çatmaqda Avropa dövlətini bir bağlaya bilərsiniz. Erməni milli şovinist hərəkatına başlanması xəbəri 1885-ci ildən başlayaraq Avropa paytaxtlarını dolaşmaqda idi. İngiltərə, Fransa, Amerika, Avstriya erməni məsələsini ağıllı başlı səsləndirmək yolunu tutmuşdur. Mühacirətdə olan ermənilər bu ölkələrdə dərnəşlər təşkil edir. Qəzet, jurnal və vərəqələr çap edir. Ermənilərdə milli ədəbiyyat hissini hər fəslə gücləndirirlər. Londonda kabinet, komitə yaradılmışdır. Berlində dərnəşlər fəaliyyət göstərir. Peterburgda Tiflisdə qəzetlər, məqalələr dərc edirlər. Zaqafqaziya, Türkiyədə müxtəlif adlar altında dolaşan agentlər, təşviqatçılar, təhrifatçılarla dolu idi. Erməni məsələsinə milli azadlıq hərəkatı, inqilab, silahlı üsyan ruhu gətirmək üçün daha sərtlər, daha məqsəd yönlü iş görmək üçün tələb olunurdu. Mütəşəkkil partiyalar yaratmaq, hətta silahlı dəstələr toplamaq ehtiyac duyulurdu. Vaxt itirmədən bu tədbirlər də görülürdü. Türkiyədə vətən müdafiə, erməni icmasının xilaskarı cəmiyyətləri fəaliyyətə başlamışdır. Armenikan Hıncaq, Daşnaqsun partiyaları yaradıldı və bu partiyalar milli şovinizmin bayrağını dalğalandırmaya başlamışdır. Diqqəti belə bir cəhətdə cəlb edir ki, bu partiyalar məhz Avropa dövlətləri arasında təşkil olunur, oradan fəaliyyət istiqamətini alırlar. Belə partiyalardan daha doğrusu birincisi 1885-ci ildə Marsildə təşkil olunmuş Armenikan idi. Bu partiyanın millətçilikdə ad çıxarmış Portuqaliyan təşkil etmişdir. Armenikaya adlı qəzetdə buraxırdılar. Partiyanın Van'da mərkəzi, Trabzon'da, Muş'da, Bitlis'də bölmələri vardı. Konstantinopolda isə ayrıca şöbəsi fəaliyyət göstərdi. Bundan əlavə Zaqafqaziyada, Fransanın paytaxtı Parisdə, hətta okeanın o tayında ABŞ-da şöbələri yaradılmışdı. Erməni xalqının istiqlaliyyəti, ermənilər arasında inqilab iş, silahlı dəstələr yaratmaq, əlverişli şərait yaranan kimi silahlı üsyana qalxmaq, partiyanın proqram vəzifəsi sayılır. Qısa deyilərsə, yeganə millətin yeganə partiyası şovinizmin ən fəal təbliğatçısı idi. Hıncaq partiyası 1887-ci ildə Cenevrədə təsis edildi. Millətçi Xırda Burjuya partiyası erməni torpaqlarının vahid bir dövlət bayrağı altında birləşdirmək, Rusiyanın köməyini arxalanaraq Türkiyə Ermənistanını azad etmək, bayraqda müstəqil erməni dövləti yaratmaq məqsədini başlıca vəzifə kimi qəbul etmişdir. Anti-millətçi erməni mühacirləri, tələbələr, Nəzərbekyan, Rohanyan, Xan Azad, Qəmbəryan bu partiyanın təsisçi liderləridir. Maraqlıdır ki, türklər türkü harda görsəz öldürün şüarını fəaliyyət prinsipi götürən belə bir partiyanın şöbələri Bakıda, Şuşada və Gəncədə də əməli başlı iş aparmaqda olur. Fəaliyyət dairəsinin genişliyi, amansızlığı və qəddarlığı ilə qısa müddətdə erməni partiyalarının kölgədə qoyan Daşnaqsun partiyasının yaradılmasına dair bəyanat 1890-cı ildə Tiflisdə qəbul olundu. Birinci qrupda isə 1892-ci ildə Cenevrədə çağırıldı. Qrupdayda 32 nümayəndə iştirak edildi. İlk proqramı da qrupda qəbul etdi. Silaha, terrora arxalanan qatı millətçi, qəddar şovinist, dəvəkər və təcavüzkar partiyanın proqramı da bu prinsiplərə əsaslanırdır. Nizamnaməsində terrora, silahlı dəstələrin saxlanılmasına ayrıca yer ayrılan yeganə partiya isə Daşnaqsundur.
1921-ci il noyabrın 29-unda Xorurtayın Hayastan qəzetində Mirasnikeyen yazmışdı. Daşnaqların milli siyasətinin mahiyyəti belə idi. Ermənistanı erməni olmayanlardan, ilk növbədə nifrət etdiyimiz Tatarlardan və insana bənzəməyən türklərdən təmizlənir. Türklərə nifrət edin, müsəlmanları qırın, kəndlilərlə od vurub yandırın, əmrdaşlarını talan edin və bu yolla özünüzdə xımbarət ruhu aşılayın. Sosialist inqilabçılar adını bayrak edən bu şovinistlər partiyası ötən əsrin 90-cı illərindən başlayaraq Türk müsəlman xalqlarına qarşı mənəvi və fiziki soyqırımının amansız təşkilatçısı oldu. Erməni şovinizminin irçəlişi canlanmasında Daşnaqsun partiyasının rolu, şəkil çox böyük olmuşdur. Bu partiyanın yaranması, proqramı, fəaliyyət dairəsi barədə məlum faktları təşkillanmadan inqilabçıların konkret tədbirlərindən ən yorultusu haqqında qısa məlumat gətirir. Onların təxribatçılıq fəaliyyətinin zirvəsi bir vaxt dünyaya səs salmış Osman Bank əhvalatı idi. Bu isə Türkiyədə olur. İnqilab və Rüstan sözlərinin fasiləsiz adlandıran Daşnaqlar bank əməliyyatının azadlıq uğrunda mübarizənin ən parlaq səhrası adlandırıcıdır. Bilməzsənsə nə ki, durub həyata keçə bilməzsənsə nə ki, durub həyata keçə bilməz. Yubiley olsa da yubiley keçə bilməz. Yubiley olsa da yubiley olduğunu əhalisinə görə, ikinci böyük kəndli torpağına görə birinci ən böyük kəndli. Şah bağından başlayır, 100 erməni olub, 25 təsərrüfat olub. 9 nəfəri Azərbaycanda olub. Leyfaz kəndində olub, deməli, Leyfaz kolxozu, Leyfaz kəndi orta məktəbi, poçt idarəsi və başqa əsas bunlar olub. Leyfazda həmişə işləyib uzun illər, burada Süleyman, öyle çox gözəl işləyib, uzun illər işləyib. Ermənilər onu işdən çıxardıqlar, yerində erməni bir qadın qoydular, o da belə. Sonra bizdə əsas böyük kitabxana var. Kitabxana demək olar ki, bütün kitablar Azərbaycan dilindədir. Erməni dilində çox az kitab vardı, orada da çıxartdılar. Onda Məruzə xanım işləyirdi, onu da çıxartdılar, sonra qoydular. Lirik adlı bir qız vardı, onu qoydular kitabxanaya. Kənd Sovyeti həmişə burada ermənilər işləyir. Ancaq 61-62-ci ilə qədər kolxoz sədri erməni oldu. Ondan sonra düz qaçında düşənə qədər kolxoz sədrləri həmişə Azərbaycanlılar oldu. Ona görə Leyfaz kəndində, bu Leyfaz kəndi bu erməni kəndlərindən həmişə mühasirədə olur. Bir tərəfi Vəhid var, bu Rus, bu Deniz Merli. Ona görə də çox qarışıq kəndidir. Leyfaz kəndində deməli, hələ 65-ci ildə hissə deyil. 65-ci ilin soyqırımın 50 ilində Vəhid kəndində onda Yerevan və Yerevan ətrafında hadisələr qarşımışdır. Merlidə də olur. Həmişə deyirlər ki, aprel 24 çox ehtiyatlı olur. Həmişə biz onu tapşırırlar. Bu Vəhid kəndində belə bir şey olmuşdur. Babayev Qəzənfər 65-ci ildə tək başına bütün ermənilərə qarşı çıxmışdır. Onu sonra baş qorxutmuşdular, ölümünə, nəmləyinə, sonra köşk gəldi Bakıya. Bu bir hadisə. Sonra Merlidə əsas bundan başqa Merlidə orada öyle üstünde çok oldu esasen. Sağ olsun. Bizim çəkdə çok üzr istəyirəm. Məhəlləni öldürdülər, reyqamet var da, ona görə deyil, çox da üzr istəyirəm. Zəhmət deyilsə. Tamam, buyurun. Bu erməninin bizim kənddə bilirsən mi? Azərbaycanlar. Tamam, buyurun. Aslında qəlbə ayrışdıranın duruma göstərər. Mən Azərbaycan qaçqırıcı. Tərqiş Komissiyasının üzvü Musa Musayev. Buyurun Musa Musayev. Teşekkür ederim. Değerli meyveliler, Güverli kendi çıkmak şartıyla bugün Merli Azerbaycanlıların deportasiyasının 37. il bölümüdür. Tabii ki Güverli cemaatında deportasiyasının 34 illiyini bildiğiniz gibi biz Avrupa seçiminde qeyd etdik.
Çox hörmətli əziz müəllim, sizə dərin təşəkkür və minnətdarlığımı bildirirəm. Qərbi Azərbaycan icması yarandığı 3 il ərzində çox böyük işlər. Qərbi Azərbaycan icmasının yaranması ilə təsadüfdən irəli gələn məsələdir. 3 avqust 2022-ci ildə yaranan Qərbi Azərbaycan icması 1989-cu ildən fəaliyyət göstərən Qaçqınlar Cəmiyyətinin deyərdim ki, davamıdır. 24 dekabrda 2022-ci ildə bizim Ali Baş Komandan Cənab Prezidentimiz Qərbi Azərbaycan icmasına gəlməsi və oradakı Qərbi Azərbaycan icmasının eyni zamanda tüm Qərbi Azərbaycan olan ziyalarla görüşündə dediyi sözü mən xatırlatmaq istəyirəm. Eyni zamanda da bir qədər sizin diqqətinizi keçmişə aparmaq istəyirəm. Hələ ulu öndərimiz Heydər Əliyev cənabları prezident olduğu dövrdə bir neçə dəfə çıxışlarında demişdi ki, vaxt gələcək biz Qərbi Azərbaycana da, Göyçəyə də, Dərədəz mahalına da, Zəngəzura da qayıdırıq. Bu işlərin davamı olaraq Qərbi Azərbaycan icmasında da cənab prezidentimiz dedi ki, biz Qərbi Azərbaycana qayıdırıq. Bayaq o ekranda gördünüz ki, o deyir ki, biz tankla, topla, tüfənglə deyil, sadə minik avtomobilləri ilə, avtobusla, necə deyərlər, vagonlarda biz öz doğma gücümüzə qayıdırıq. 5 il, 6 il bundan öncə bildiyiniz kimi hər il Qarabağ bölgəsi və Qarabağ rayonlarında demək deportasiya günü qeyd olunur. İndi çox şükürlər olsun ki, bir neçə gün bundan qabaq Kəlbəcərə qayıdışlar qeyd edilmişlər. Füzuliyə qaçıb, demək həmən o rayonlara qayıdışlar qeyd edilir. Mən sizi inandırıram, mən sizlərə, Cənab Ali Baş Komandanımıza, Prezidentimizə inanıram və güvənirəm ki, vaxt gələcək, televiziya ekranlarından biz eşidəcək ki, merlilərin qayıdış günü qeyd olunacaq, necə ki, bugün deportasiya təbii ki, çox ağırlı acılı bir gün. Deportasiya yəni öz vətənindən, torpağından, burada çıxışlarda qeyd etdilər. Biz öz doğma ocaqlarımızı tərk edib çıxırıq. Bugün yuxularımızda görürük o həmin doğma torpaqları. Vaxt gələcək, inanıram mən buna, bir daha deyirəm, Cənab Prezidentimiz sülh yolu ilə, əmin-amanlıq yolu ilə bu məsələləri həll etmək istəyir. Demək, avqust ayının 8-i 2025-ci ildə belə təsadüf deyil. Zəngəzur burada Tramp dəhlizidir. Trampın iştirakı ilə Ermənistan, Azərbaycan rəhbərləri görüşdü və nüvədinin işğalı günündə ötürdü. Avqustun 8-i, bilirsiniz ki, nüvədinin işğalı. O gün uzaqda deyil, biz öz doğma torpaqlarımıza qayıdacaq. Sadəcə onu düşürüb daşımaq lazım ki, biz nə istəyik? Qərbi Azərbaycan icması çox yüksək səviyyədə fəaliyyət. Azərbaycanın bütün bölgələrində, o cümlədən Bakı şəhərinin rayonlarında, xarici dövlətlərdə Qərbi Azərbaycan icmaları yaranır. Eyni zamanda kəndimiz. Bura yığışan və bizim doğmalarımız, əzizlərimizdir. Berli icmasında çalışan bütün o kənd icmaları bir-biri ilə sıx əlaqədə olmalıdır. Gəncləri danışıb görüşməlidirlər, onlara aşılatmalıdırlar. Bugün burada bu tarixi danışan bizim o necə dedik, yaşlı nəslin nümayəndələri, eyni zamanda ziyalıları bu işlərə cəlb etmək lazımdır və təbliğatımızı, təşkilatımızı gücləndirməkdir. Mən inanıram, bir daha deyirəm, arzum da odur ki, biz Merlidə, Əldərədə, Nüvədidə, Neyfazda, Döşdə, Varfənizorda, Maral Cəmidə görüşlərimiz olsun. Sağ olasınız. İndi isə söz kəndinin sakini Nəsimi Abidəmdir. Buyurun Nəsimi. Hamı çağırırlar, babamız verdi, inşallah inşallah o işler o kadar ağırlı günler geçmişi yaşlar inşallah bizim uzak geldi bu vatanımız çok güzel tarif dedi, bu tarifi biz öyrənməli, bilməli, çünkü onlarda bu tarifin nəticəsində erməni faşizmi yaranır. Bu faşizm. Bizim Cənab Prezident dedi ki, biz ermənciliği məhv edik. Bunları yerində otururuq. İnşallah biz də qayıtlarla yenə həmin nəticələrlə və onlar öz pisliyindən peşmançılıq çəkərlər.
və peşmanlıq çəkməyənlər də rədd olub gedəcəklər. Biz oraya qayıtmalıyıq ki, onlar rahat yaşayabilmək. Ben geçirəm ora. Və bu yaxınlarda yenə o Qəbul Demokratik İdarəçinin prezidenti bizi bir çəkilişi göstərdilər ki, əgər Azərbaycanlar burada qalsaydı, biz Ermənistanı yaradını bilmədik, bir respublika forması ala bilmədik. Yəni o qorxudan onlar bizi oradan birinci növbədə deportasiya etdilər. Və deyimiz, hamımız ki, mən də o həsrətliyəm, inşallah Allahın köməli ilə yenə o illərə, o qalara qayıdaraq və orada bayramlarımızı qeyd edəyəm. Sağ olun. Növbəti çıxış üçün Ağdərə kəndindən olan, qəlbi həmişə vətən həsrətinə döyülən, yazılarında, qələmində həmişə kəndini, ilini, obasını, öz misralarında mirvari düzümü gündüzən, Ağdərə kəndində müəllimə işləmiş, hal-hazırda Bakının ən aparıcı məktəblərinin birində çalışan Nanə xanıma verir. Buyurun Nanə xanım. Biz bugün bura 1988-ci ildə öz yerinə basından ayrı düşmüş insanlarla birlikdə. Mən həmişə yazılarımda, çıxışlarımda, məqalələrimdə düzgün qapatılmışam. Elə bir gün, elə bir anım olur ki, doğma kəndini, onun füsunkar təbiətini, həmişə fikrim həyatı kənddir. O kənd ki, bir vaxtlar boyunda böyüyüb boya çatmalı. Buz bulaqlarından yana istəyib, indi isə illərdə həsrət qaldırıb, Zəngəzurun bir inci parçası alacaq. Ağdərə kəndinin tarifi ümumiyyətlə qərbi tarifə gedir. Nəinki 1988-ci ildə, 1918-ci ildə, hətta 19-cu əsrin sonlarında Ağdərə kəndi demək olar ki, onun ətrafında olan kəndlər tamamilə dağılmışdır. Və 15-ci əsrdə formalaşmış Ağdərə kəndinin iki hissəyə bölən çay, sağ sahildə, sol sahildə Bərzi kəndi 1918-ci ildə dağıdılmış, sağ sahildə isə Ağdərə kəndi 55-ci ildən sonra isə kəndi sağ və sol sahildə yerləşmişdir. Ümumiyyətlə, mən 1988-ci ili xatırlayanda həmişə görərdim. Çünki həmən vaxt mən kəndimizdə idim. Bir anın içində həmən gün məktəb yox idi və qadınlar tənir sarmışlar, çörək pişirirlər. Həmişə onu qeyd edirəm xatirələrimdə. O xəmir ayaqlar altında salınıb, malqara dönüşü getməmişdi. Necə taxlandı sahib. Mən həmişə xatırlayıram ki, hansı ki o çörəyi dizinin üstündə olan ermənilərə həmişə biz çörək verirdik. Tənirdə gələn o ətürlü çörəklər onlara təşrif edirdik. Və o çörəyi dizinin üstündə olan ermənilər bir anın içində o kəndi necə boşaltdılarsa, artıq aradan 37 il keçməsindən baxmayaraq, biz 37 bahar qarşılayıb 37% yola salırıq. Amma bir an belə unuda bilmədik. Çünki unutmağa da haqqımız yoxdur. Və özümüz də bilmədən, heç bilmədik, bir anın içində kəndi tərk edir. Hara gedir, niyə gedir, nə səbəbə? Heç onu mən hələ də bilmədim. Və biz bir çətinliklə noyabrın 26-sında sonumuz dəfə kəndimizi tərk elədik və Nüvəlli kəndinə oradan isə özümə məsələsini gəldik. Təkcə mənim müəllimin həyətində 25-30 ailə məskunlaşmışdır. Hələ də gözümüz yolda qalmışdı. Gündə bir xəbər alırdıq, səbirsizliklə gözləyirdik ki, kəndimizə rahat qayıdacaq. Amma illər keçməsin, yəni 5 illər sonra bizim pənah apardığımız Zəngəzur rayonu yenidən, onlar da günlərin bir soyluq faiz günündə Bakı şəhərinə gəldi. Və mən inanıram ki, nə vaxtsa biz öz doğma kəndimizə qayıdacaq. Günləri bir günə qayıdacaq. Amma o günü tapmayacaq günlər içində.
Biz uşaqlığımızı qoyub gəldiyimiz kəndə bizim dövlət başçımız Müzəffər Ali Baş Komandanın siyasəti nəticəsində, Cənab İlham Əliyevin siyasəti nəticəsində qaydacaqdır. Yenidən o yarımçıq qalmış təndirlərimiz qalacaq. Yenidən o tutulan kənizlərin gözü açılacaq. O tutulmuş sularından xəmir yolulacaq, təndirlərdən içişiləcək. Və mən ümidlə yaşayıram. Biz o yerlərə mütləq qaydacağıq. Uşaqlığımıza, o həmənki uşaqlığımıza düzdür, deyirəm, o günləri tapmayacaq, amma yenə qaydacaq o günləri. Mən buna əminəm. Həmişə sonluğu belə bitirmək istəyirəm ki, düzdür, bəlkə də dedim, balaca bir kənddir. Mənim üçün sonu bilinməyən böyük bir kainata bənzətmişəm o kəndimə. Mən hara döndüm, istər harada olursa olsun, onun nə suyunu, nə ətini, nə havasını heç yerdə görmədim. Göz yaşı ilə yazdığım hər misranın sonunda əvvəlində sən oldum, doğma kəndim. Mən həmişə fəxr etmişəm ki, mən elə bir təhsilli, elə bir gözəl, ziyalılarla zəngin bir kənddə doğulub boya başa çatmışam. Hələ də ümid yolcunu sürdüm. İnşallah günlərin bir günü dönəcəyik. Uca-uca dağlara, dağlardan səlqarlar, gecə gündüz görüncə, vətən deyib ağlar. Diqqətimizə görə bilmək. Sağ olun Nalə xanım. İndi isə söz Marazəmi kəndindən olan departasiya şahidinə verilir. Babayeva Aygün İlbuz qızına. Aygün xanım da müəllimədir. Aygün xanım bugün dərs verir məktəbdə vətəni təbliğ edir. Vətənimizin sərhədlərini təbliğ edir, maarifləndirir. Buyurun Aygün xanım. Çox üzr istəyirəm xanım. Reglament demişdik də 3 dəqiqə. Sadəcə olaraq yenə deyirəm, özümüzün, elimizin, obamızın, biz şahidləri niyə danışdırırıq? Bizə lazımdır ki, o köhnə tarihi, köhnə anları yaşayaq. Acını yaşayaq, bir də o acını yaşamıyor. Biz onlardan danışaq. Necə gəldilər, necə çıxartdılar, necə bizə təsir elədilər, necə bunlardan danışaq. Çox xahiş edirəm. İlk öncə mən tədbirimizdə iştirak edən hər kəsi salamlayıram. Burada oturan insanların bəziləri məni tanısa da, mən demək istəyirəm ki, mən Babayev Qüdrətin, Orucova Sərfinin nəvəsi, Babayev Elbursun qızı, Babayeva Aygünəm. Mən o vaxtın canlı şahidlərindən biriyəm. Orada mənim 5 yaşım var idi, çox kiçik idi. Lakin hər şeyi bugünkü kimi xatırlayıram. Həmin tarix 23 noyabr 1988-ci il mənim yaddaşımın heç silinməyən bir tarixdir. Çünki həmin tarixdə mən, əslində biz həmin müddətdə Bakıda yaşayırdıq, atam-anamla birlikdə. Lakin mən həmin müddətdə ata-anamın yanında qalmağı yox, babam və nənəmlə birlikdə Marazəmdə yaşamağı üstün tutmuşdum və onların yanında qalmışdım. Həmin tarixdə mən çox uşaq edim, bəlkə də heç bir şeyi başa düşmürdüm. Lakin hiss edirdim ki, nələrsə baş verir. Sonra bir gün babam və nənəm qərar verdi ki, mən bir gün Evladayla birlikdə Marazəmdən çıxıb Bakıya gəlməliyik. Mən və bibim, bizim qohumumuz olan Mürsəl dayı və onun qızları ilə birlikdə Bakıya yola salındıq. Bu gəldiyimiz yol, uzun bir yol gəldik və yolun bir hissəsində mən artıq kiçik yaşımda qorxunun nə olduğunu hiss etdim. Çünki həmin vaxtı yolda bizim qarşımızı ermənilər, saqqallı ermənilər kəsdilər və bizə qarşı çox qəddarca davranırlar. Yəni, bütün qız, gəlin, uşaq demədən hamımızı maşınlardan yerə tökdülər. Bütün əşyalarımızı, çantalarımızı, hər şeyimizi darmadağın etdilər, nələrsə axtarırdılar. Və heç bir şey tapmadıqdan sonra məcbur olub bizi buraxdılar. Biz gəldik. Yol boyu ama hissedirdi ki təqiblər olunurdu. Çünki baxırdı ki qarşımıza daşlar, qayalar çıxırdı. Bəzi yerlərdə Mürsəl dayı məcbur qalıb düşüb o daşları itələyib yol açırdı. Bəzi yollarda görürdüm, məsələn, maşınlar, arxamızca maşınlar gəlir. Və çox sonralar Mürsəl dayının dediklərindən bildim ki, əslində Mürsəl dayı həmin vaxtı çox qorxmuşdur. Çünki o
həmin vaxtı deməli, maşının altında silah gizlədilmiş. Və düşünülmüş ki, əgər həmin silah onların əlinə keçsə, o heç düşünmədən həmin silahı götürüb və bizləri hamımızı öldürəcəkdir. Çünki deyir, mən fikirləşdim ki, onların əlinə keçməkdənsə ən gözəli sizi öldürməkdir. Ölüm nəinki onların əlinə keçək. Və həmin vaxtda mən o qorxunun nə demək olduğunu çox gözəl bilirəm. Biz həmin vaxtları bir neçə günə biz Bakıya gəlib çata bildik. Biz oradan gəldik Nüvədi kəndinə, bir neçə gün orada yaşadıq. Bir neçə gün oradan sonra gəldik biz Ördəkli kəndinə, daha sonra Çöpədəli kəndinə və biz günlərlə bir neçə gün orada qaldıqdan sonra nəhayət biz orada Süsənbər nənəmizi də götürüb Mürvət dayı ilə birlikdə Bakıya gəldik. Biz bəlkə də həmin gün, əgər bugün bura sağ-salamat gəlib çatmışıqsa, bu mən düşünürəm ki, Mürsəl dayının sayəsində olmuşdur. Və mən əminəm ki, biz bir gün yenə həmin torpaqlarımıza qayıdacağıq və biz yenidən oraları görəcəyik. İnşallah ki, bu arzumuz hamımızın həyata keçəcək. Məni dinlədiyiniz üçün hər gün Sağ olun. İndi isə söz Lök kəndindən çox kiçik yaşlarında 5-ci, 6-cı sinifdə işləyən Kəmalə xanıma verilir. Kəmalə xanım da o məktəbli illərinin xatirəsini bizim üçün 1-2 dəqiqəliklə dinlətsin. Buyurun. Hörmətli nurlar, hər birinizi salamlayıram. Hamımız üçün acılı ağlı bir günü xatırlamağa yığışmışıq. Amma ümid varsa, onda möcüzə başlayır. Biz ümidlə gözləyirik ki, ağlı acıyla, göz yaşımızla çıxdığımız o kəndimizə böləcəyik. Əslində bugün mənim əvəzimə Mığran rayonunun 3 kəndində müəllim olub işləmiş, Lehbaz, Malazərli və Lök kəndində müəllim kimi çalışmış Oktay Həsənova əvəzimdən danışıram, mən onun övladıyam. Mən o həmin günləri yaşayanda məktəbin son illərində oxuyurdum. 16 yaşım var idi. Böyük həvəslə gözləyirdim ki, məktəbi sona çatdıracağım. Mənim burada çox hörmətli müəllimim Elquz müəllim əyləşir. Hamımızın bir arzumuz var idi, ali təhsil almaq, Bakıya gəlirdik. Tətilləri kəndimizə qayıdacaqdım, atamın, anamın yanında dincələcəkdim. Amma bu arzumuzu da ermənilər bizim gözümüzdə qoydular. Amma mən bugün şükür edirəm ki, mənim atamın başına gələn o qorxunç hadisədən sonra Qərbi Azərbaycanda baş verən ölümlər, insanların başına gələn hadisələrdən mənim atam şükür ki, sağ-salamatdır, bugün bizimlədir. Amma o yaşı ilə əlaqədar, səhəti ilə, bəlkə də o günlərin acısı ilə xatırlamaq istəmədim. Noyabr 22-si idi. Yadımdadır, mənim atam da, anam da müəllim olduğuna görə hər noyabr 22-si üçün müəllimlər maaş alırdılar. Və məktəbimizin direktoru, rəhmətli Əvəz müəllim, Manaf müəllimlə bərabər rayondan maaşı gətirəndən sonra atam təlaşla evimizə gəldi. Dedi ki, rayonda vəziyyət çox gərgindir, heç bizi tanımaq istəmirmişlər, hazırlaşın, yəqin ki, biz buraları tərk eləməli olacaq. Çünki rayon kəndimizin rabitə şöbəsinə zəng ediblər. Fatma xala rəhmətliyə demişdilər ki, kənd cəmaata deyil, kəndi tərk eləsinlər. Və axşam saatları idi. Bibimin yoldaşı Nəsimi müəllimlə öz həyat yoldaşını, övladlarını biz yığıldıq baba nənə evimizə, yəni Tağ müəllimin ocağına. Nisbətən yuxarı yerdə olduğuna görə təhlükəsiz idi. Amma kəndin girəcəyində fermanın qarşısına, rəhmətli Nuruş dayının həyatına, ona yaxın Nuruş day həyatdadır, düzdür, Allah can sağlığı etsin, kəndimizin yaşlı sakinidir. Orada bir insanlar müqavimət göstərmək üçün yığılmışdılar, yəni kişilər, kəndə heç kim daxil olmasın. Və həyat qorxa-qorxa gecəni gecələdik, amma səhər yenə biz məktəbli formasında məktəbə getdik. Maraz əvvəl olan müəllimlərimiz və şagird yoldaşlarımız gəlməmişdi. Həmin günü 3-4 sinifdə peçlər qalanmışdı, sonuncu dəfə. Mən şəxsən Qurbanəli müəllimin zəhmətlə qrup yaratdığı fizika kabinetinə sonuncu dəfə baxdıq. Digər sinifləri də və 4 sinif yoldaşımızla bərabər atam da bizi götürdü, biz məktəbi tərk etdik. Evimizə gəldik, sənədlərimizi götürdük, şəkillərimizi götürdük və
balaca dayının maşını ilə atam bizi Mincivana gətirdi və bizi orada Roza müəlliməyə tapşırdı, rəhmətlik. Ağa müəllimə tapşırdı. Biz orada rəhmətli İsmail əminin, Xanlar əminin ailəsi ilə bərabər ağlayırdıq. Anası rəhmətlik Fatıma Saxalar bizə təskinlik verirdi. Qızım, şükür edin ki, biz sizi sağ-salamat kənddən çıxartmışıq. Qorxmayın, ağlamayın. Və biz qorxunç gecəmindıq, ağa müəllim xahiş elədi, biz vaqonda yerləşdik. Zəngilanlı insanlar bizə orada qidalarla təmin etdilər və biz Bakıya gəldik. Amma biz bilmirdik ki, bizim atamız kəndə qaydanda əmisi oğlu Aydın əmi ilə birlikdə ermənilər onların qarşısını kəsiblər. Atam onun dostu ilə meşə tərəfə qaçıb gizlənib, amma özü isə Əşərək qəsər orada o stansiyanın rəisin otağına gelib, ermənilər orada əminə vurmuşdular. Atamla Yusuf dayı yollarla Boğaçər pirinə gizlənməyə məcbur olublar. Orada isə Püşkər kəndi, yəqin hamı orada bilir, işıqlar yandığına görə top gülləsindən ermənilər görürlər işıq yanır və xəbər göndəriblər ki, orada işıq yanır, kimsə var. Və atam gələ ermənilər maşınla daxil olublar Boğaçər pirinə. Və siz burada nə inirsiniz? Atam deyir, mən tanıdım. Mənim əmimlə işləyən erməniymiş. Atam üzünü gizlədib və Yusuf dayı deyib ki, biz Ordubatlıyıq, burada qəsəbədə fəhlə işləyirik, evimizə gedirik. Hələ də atam deyir, biz onların bu silah tutdular üstümüzə qaranlıqda çıxıb, yollarla Ordubada gəlmişdilər. Ordubatdan sonra isə Naxçıvana, ondan da sonra atam Bakıya gəldi. Biz amma bundan xəbərsiz yaşayırdıq, biz bilmirdik, hamıdan gizlətmişlər. Amma biz bugün həmişə uzun illər iki əmoğlu görüşəndə birbiri ilə, sonradan biz şükür bu günümüz əmoğlu deyirdilər. Bu cümlənin arxasında bir şükranlıq da vardı ki, biz ölməliyik, biz bugün ailəmizin, uşaqlarımızın yanındayıq. Bu hadisələrdən də qorxuncu digər həmvətənlərimizin başına gəlib, amma böyük ümidlə biz gözləyirik, o kəndə dönəcəyik, bizim orada təndirlərimiz qalanacaq, Novruz adət-ənənələrimiz yerinə yetirəcəyik. Gəlib qəbristanlıqda qalan əzizlərimizin qəbrini ziyarət edəcəyik, hansı ki, mənim babam Tağı müəllimin də qəbri orada uyuyor. Yeridən o yurda yuva dönmək ümidi hamımızın qəbrində yaşayır. Allah hər birinizə can sağlığı versin, bir daha bu ağlacılı günləri yaşamayaq. Leypas kəndində Musayeva sənədə Alasız rayonu, bu da 1988 deportasiya hadisələri iştirakçısı. Buyurun səndə. Leypas kəndi icması xüsusilə də başçımız adından hər birinizi salamlayıram. Şükürlər olsun Allaha ki, Şərqi Zəngəzur artıq azaddır. Bizim soydaşlarımız orada 30 ildən sonraki həsrətlərinə son qoyublar və yeni həyata başlayıblar. Onsuz da Zəngəzurun süni sürətdə Ermənistan Respublikasına verilməsi bir tarixi ədalətsizlik idi. Ona görə ki, Zəngəzurun ayrılması, Azərbaycandan ayrılması nəinki Azərbaycan türklərini, bütün türk dünyasını parçalamışdı. Qərbi Azərbaycanlılarla görüşdə dövlət başçımız deyirdi ki, biz Qərbi Azərbaycana qayıdacağıq. Bir qrup ziyalı ilə görüşəndə ona sual vermişdilər. 44 günlük müharibədə bu qələbəyə necə nail oldunuz, cənab prezident? O cavabında deyirdi ki, bunları bilmək üçün siz bizim yaşadıklarımızı yaşamalısınız. Bəli, biz bu köçü yaşamışıq və bu köçü qaytara bilərik. Bu köçü mən yaşamışam. İl 1987-ci il, 12 yaşlı məktəbliyəm. Fənn Olimpiyadasında, Coğrafiya Olimpiyadasında, Rayon Olimpiyadasında müvəffəqiyyət qazanmışam. O vaxt ki, Milli Rayon Maarif Şöbəsinin müdürü bizim kəndimizə təşrif buyurur və mənim dərs dinləməmdən sonra mənə deyir ki, əgər sən Ermənistan coğrafiyasına aid bir sualın var, ona cavab verə bilməsən, mən sənə tərifnaməni verməyəcəm. Halbuki bizim
bizim tədris vəsaitlərimizin içində, hətta SSR-nin iqtisadi coğrafiyası, fiziki coğrafiyası kitablarında Ermənistan coğrafiyası deyilən və onun bizə sual verilmişdi dağla bağlı. Onun dağlarının adı çəkilmirdi. Amma bizə verilən sualı nəinki mən, hətta olimpiyadaya qoşulmayan uşaqlar belə əzbərə bilirdilər. Yəni, etikadan kənar olsa belə biz hər gün mağazaya yaxınlaşanda şüşə butulkaların üzərində o dağın adını görürdük deyə xorla bu cavab səsləndirildi. Ona rağmen o tərifnamə mənə verilmədi. Mənim orada yarımçıq qalmış bir tərifnaməm var. Ona görə də mən bugün Qərbi Azərbaycana qayıdış olimpiyadasına yönləndirdiyim şagirdlərindən o tərifnamələri alıram. Və biz Zəngəzura getmək üçün Qərbi Azərbaycana qayıdış konsepsiyasına çox böyük ümidlər bağlamışıq. Qərbi Azərbaycana qayıdış konsepsiyası 5 müddəadan ibarətdir və o müddəadan bir parçanı mən sizə deyim, geri qayıdılanların bir daha qovulmaması üçün, çünki bu artıq tarix səsləndirildi məndən əvvəlki çıxışlarda, bir daha qovulmaması üçün beynəlxalq monitorinqlər keçiriləcək və beynəlxalq təhlükəsizlik təmin olunacaqdır. Bugün həmin konsepsiyanı dünya miqyasında qəbul edən dünya təşkilatları var. Elə biri də bu yay 2025-ci ilin iyul ayında Xankəndində keçirilən İslam Ölkələri Təşkilatı bu konsepsiyanı qəbul edir. 5 təşkilat tərəfindən qəbul olunubdur. Belə görünür ki, Zəngəzurun yollarında artıq yaşıl işıqlar quraşdırılıbdır. Zəngəzur bizi gözləyir. Torpaq kimi yox, vətən kimi. Biz Qərbi Azərbaycana qayıdacağıq. Çox sağ olun, Sənibər xanım, minnətdaram. İndi isə söz Ağdərə kəndindən zərif bir qadın. Ama daşıdığı onun çox gözəl bir rütbəsi var. Polkovnik Leytinant Heydərova Arzu xanıma verilir. Arzu xanım bu röportaj iştirakçısıdır. Hal-hazırda Fövqəladə Hallar Nazirliyinin Yanğın Söndürmə Şöbəsinin rəis müavinidir. Buyurun Arzu xanım. Əvvəldə hər kəsi salamlayıram. Hörmətli fikirləşməli, hörmətli deputatımız bizim tədbirimizdə iştirak etdiyimiz üçün dəyərli vaxtımız aydınlığı hər birinizə iştirak. Çox sağ olun. Çox sağ olun. Vaxtınızı çoxalmayacaq, yəni bu hadisələr barəsində hamı hər kəs hörmətli iştirakçılarımız danışdı. Amma mən bir hadisəni demək istəyirəm. Mən hadisəni yaşamış bir vətəndaş, bir insan kimi. Yəni o vaxt noyabr ayında, 1988-ci il noyabr ayında kənddən çıxmağımız barəsində bəzi sözlər gəzirdi, bəzi vertolyotla gəldikcə kəndin üstündə fırlanırdılar, sonra bəzi orada qərargahlar qurulurdu, amma insanlarımız Sovet hökumətinə olan güvənindən inanmırdılar ki, yəni biz bir şey ola bilməz. Bir günləri, oktyabrın 23-cü idi səfər edəmrəmsə, qaynatlam rəhmətli İsrail Heydərov, o Dövlət Dəmir stansiyasında işləyirdi, o işə getdi axşam saatlarında və heç üstündə bir saat keçməmiş qayıtdı, gəldik. Tez uşaqlarla qadınları yığıb, halbuki o yəni heç vaxt olmamışdı, cəhdən çıxmaq olar. Və dedi ki, niyə? Deməli, dəmir yol stansiyası, Meyli dəmir yol stansiyası ermənilər böyük bir daş döymüşdülər və qatarı qabağa kəsmişdilər. Halbuki o vaxt qatar bir saatlarında, bir dəqiqə dayananda onun yəni böyük bir problemi çıxdı. Və beləncə də onlara bunun adı nədir? Yəni, belə bir hadisələrdən ortaya düşərək kəndən yavaş-yavaş başladılar. Və bəyət vurğuladığı üçün, xanım vurğuladı ki, bizim qabağımız kəsdi. Bəli, Astasya kursunda bizim də qabağımızı saqqallı ermənilər kəsdi, maşınımızı yoxladılar, özümüzü yoxladılar. Ondan sonra yola saldılar. Gəldik, çətin günlər yaşadıq, Mincima qəsəbəsində gəldik, artıq yerləşdik, bir neçə ailə, bir evdə, bir ailədə yaşadıq. Çox çətin günlər yaşadıq. Çətinliklər, hava soyuq, biraz demək olar ki, acılıq çəkdik, kasıblıq çəkdik, çətin günlər yaşadıq. Gəldik, sonradan Bakıda yerləşdik, kəndimiz olaraq kəndimizi çox sevirik, evimiz olmamızı çox sevirik. Belə də çox danışmağa ehtiyac yoxdur. Ali-baş komandamızın apardığı xarici və daxili siyasətini dəstəkləyirik və inanırıq ki, tezliklə böyük olmaq birimizə, obamıza qayıdacaq. Çox sağ olun, minnətdaram, təşəkkür ederim. Teşekkür ederiz Arzu Hanım. İndi isə söz Rəis Orucoğlu'na verilir. O 1988-ci ilin departman hadisələrinin iştirakçıdır. Ağdərə Safoğlu'nun
baş mühasib işləyib o dövrdə olursun. Selamünaleyküm, hoş gördük. Nihayet bize de çok hizmet var. 1988 yıl noyabr ayı. Hakikaten bütün Ermənistan yaşayan insanların hamısının başına en büyük dağlar geldi. O cümleden de Ağdaya kendine, Yerber ayına. 1988 yıl noyabr ayının 20'li rayonun içinde şartlı işleyen ambarsunayan, Yevan ambarsunayan geldi, erkekler yığındakilere dedik, biz daha bu kəndə qana dura bilmərik. Ermənilər, saqqallar, qılınç cəmiyyətçiləri gəlib, bizə tələb edirlər ki, Azərbaycanlar çıxmalıdır. Və həmin günü Zastavan rəisi Kostin məndən münasibəti yaxşı idi. Dedim Kostin'in yanına, dedim heç olmasa bir veya iki post koya yolun kenarında ve askerler de bizim yanımızda dursun. Dedi yukarıdan bize tavşırırken ancak sərhəddə var. Qalan heç bir işlerle əlaqəz yoxdur sizin, işiniz olmasın. Və beləliylə sonra silahlar geldi, saqqallar idare ederkende ki çıxılmalıdır. Rayona kolxozun sülhünü qəbul edəmədilər. Rayon mağazinə məhsul bırakmadılar. Artıq bizdə bu hərəkətlər olanda Vətmanzorda bəzi insanlar ödəyə çıxmışlar, bizə tərəf gəldilər. Məcbur qalıb, nihayət telegrama vurdu Azərbaycan Respublikası. Azərbaycan Respublikasında elə bir insan gətirmişdilər ki, həqiqətən o bilinmirdi, milləti nədir, Vəzirov haqqında deyir. Mən rayonda görürdüm ki, ermənilər yeşlərini yığırlar, bəlkə də leyfazlar da bunu təsdiq edirlər. Onlar qorxurlar, deyirlər ki, bir tərəfdən Zəngilan, bir tərəfdən ordu var. Biz Azərbaycanın arasında, Türklərin arasında qalmışıq, biz birinci köçməliyik. Bu vəziyyəti də mən görmüşəm. Ancaq Zəngilanın birinci katibi Torik Meyikliyev gəldi, getdi Meyir rayonunun birinci katibiyle danışdı. Nihayət onda bildik ki, mümkün deyil. Azərbaycanın rəhbərliyin, zəifliyin nəticəsində Meyri rayonundan gəldi. Başqa yerlər qədər çətin, məncə Meyri rayonundan, Ordubaşla Zəngilan arasındakı yeri saxlaya bilərlər. Bunlar Azərbaycanın sərkifəti rəhbərliyi nəticəsində bugün belə bu günləri görürük. Ancaq indi yerində olan rəhbərliyi nəticəsində 37 il ümidlərimizi itirmiş bir adam kimi mən də sizdə indi nəhayət qayıtmaqdan danışırıq. Bu günlərdə Trump yolu adlanan bir dəhliz yolu adlanıb və dedilər bu Zəngəzur dəhlizi. Bu da bu günlərdə başlanacaq çəkilməklə bir layihə yazarda hazırlanıb Ermənistan tərəfindən və Amerika tərəfindən. Allah görsə inşallah heç olmasa yoldan keçib öz torpaqlarımızı, vətənimizi görərik inşallah. Sağ olun. İndi isə söz Marazəli kəndindən Ataş Davudov Abbasoğlu'na verilir. O gənc istedadlı rejissordur. Bugünkü tədbirdə də o öz baxış bucağı ilə həmin dövr Mağribinin yandaş arasında çıxışını edəcəkdir. Buyurun, Ateş. Hər gün görürəm.
Bir gün, yəni əvvəl ayda 22 mayda mən 9-da oxuyordum. Az günlərdən biri idi, biz dərsə getdik, dərslərimiz tutardı, tezlaşıqlar verdik, biz qayıt gəldik evə. Biz gələn 3 nəfər gəldik, mən, Sərvin və Alinə. Yəni, burada görüş ayrılanlar, mən dedik, biz möhkəm görüşlər, görüşün əsli. Doğrudan belə oldu, baxıb mən bu insanı 37 keçdə daha görməmişəm. Gəldi evə, yenə öz işimdə güdürdə, aşağı tərəf görkəndimə zərkən bizə kömək edelim, burada nəysə etmənlər gəldilər. Mən də birini oxuyuram, getdik öz görüşünü yedə. Baxdı, onu heç də görmədim. Nə maşın, nə orada bir etməndir, görmədim, qayıt gəldi kəndə. Səhərə qədər zaman post qrupu gəldi, özünə postlarını sahib olmuşdular. Səhər açıldı, gün orta saxdı. Bunun kənddə heç kimi sevib etməmiş, tam şikayət. Çünki hamının ümidi var ki, orada qaladıq, olar ehtimar olmayacaq. Rəhbər Rəhmətli Musa daha gəldi, saat 1 olardı. Dedi ki, oxuyursunuz, zaman. Amma orada məncə ehtirazlar kösə başlamışlar. Amma bizim kənddən heç bir çıxmamışdır. Musa Dayı mənim mamam, bacı bir şahid deyə götürdük, mənəmi gətirdik, yol versin, babamız kəsdirlər. Yaxşı onu danışım. Əziz həmvətənlər, bugün yığılıq, bugün yada saldıq, xatırladıq. Gəlin dilək diləyək, qayıdışımızı diləyək. O ilə getməyimizi, o boya getməyimizi diləyək. Deyil, uzaqlarda bir el var, o el bizim elimizdir. Getməsək də, görməsək də, o el bizim elimizdir. Əziz həmvətənlər, hamımıza bir daha təşəkkür edirəm. Bugün hamımız yığıldıq. O elimizi, o obamızı xatırladıq, o xatirələrimizi xatırladıq. Üzürlü sayın biraz sizləri də gördük. Amma nə yaxşı, nə xoş halımıza ki, biz hamımız bugün xatirələrimizi bölüşdük. Sizlərin hamınızı burada təşkil olunmuş çay süfrəsinə dəvət edirəm. Bir də mən həmişə çıxışlarımda və yazılarımda yazıram. Boğukarda bir almalıq deyilən yeri var. O almalıq deyilən yerdə hamımız elliklə ona gələrik. Hamımız əlimizi Tanrının dərgahına açıb deyərik. Biz qayıtdıq, biz qayıdacağıq. Biz mütləq öz dədə-baba torpaqlarımıza sahib çıxacağıq. Bir daha teşekkür ederim.